Salamlar, vaxtınız xeyir. Mən bugün sizə bu dəniz ulduzunu necə hörmək olar, onu izah edəcəm. Sizə maraqlıdırsa, videonu axıra qədər izləməyi unutmayın. Onu göstərəcəm. Məndə 3 nömrəli qır çoxdur. Əlbəttə ki, məndəki pozulub. Baxın. Bu 2-dir. Bu isə 3-dür. Mən bunu artıq 10 ildən çox istifadə edirəm. Ona görə də pozulub. Mən sizə göstərəcəm indi. Sehirli halka dedikləri nədir? Mən sizə bu barmaqlarına falan doluyurlar. Bunun çox əlbəttə ki, çətindir onu öyrənmək yeni öyrənənlər üçün. Mən sizə ən asan yolunu izah edeyim. Demək, siz necə düyün vurursunuz, elə bir düyün vurursunuz mənim üçün paltar, iynə falan saplayanda. Baxın. Budur. Yəni bunun ən asan yolu budur. Baxın, yeni öyrənənlər üçün mən bunu izah edim. Baxın. Aha. Demək, ümid edirəm ki, bu sizə aydın oldu. Baxın bu. Aha. İndi biz bu xalqanın içindən 20 dənə zincir çıxartacağıq. Baxın belə. Mən sizə baxın belə. 3 dənə zincir çəkdim. İçindən 1, ikisindən də 1. Baxın belə. Götürürüm. 3 dənə zincir var. İkisindən 1 çıxardıram. İkisindən də 1 çıxardıram. Buna dügü toxunuşu deyirlər. Əlbəttə ki, mənim nənəm elə deyirdi. İndi dəqiq bilmirəm, amma nənəm deyirdi ki, buna düyü toxunuşu deyilir. Baxın belə. İkisindən 1, ikisindən də 1. Çöpümüzü alırıq. İkisindən 1, ikisindən də 1. Belə 20 ədəd bundan toxuyuruq. Gördüyünüz kimi. Əlbəttə ki, bu sapınıza da baxmalısınız. Çünki bu qaça bilər. Çünki biz burada sıx iynə elədik. Aha. 20 dənə bundan hörürük. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 9 ədəd qalıb. Aha, 20 ədəd hördüyü sayırıq sizinlə də. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Sonra burada qalan ipimizi dartdıqda belə bir görüntü olur. Sonra bununla bunu sıx iynə ilə birləşdiririk. Baxın belə. Şimdi, belə bir görüntü olmalıdır. Demək lazım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Biz 2 zincirimizi buraxaraq, üçüncüdən batıb, 2 dənəli zincir içindən bir dənəsini çıxarırıq. Baxın belə. Təzən yenə əmin qayda ilə ikisinin içindən birini çıxardırıq. Baxın belə bir görüntü olmalıdır. Sonra bir dənə doluyuruq. Üçün içindən 1, 3 zincirin içindən daha doğrusu 1. Yine həmin qaydalı 3 zəncirin içindən 1, sonra 3 zəncirin içindən 2 ədəd çıxarmalıyıq. O belə. Üçünün içindən 2 ədəd zincir. Sonra 1, 2 dəfə doladıqdan sonra baxın 1, 2, 3 zincir çıxardıq. Bir dəfə doladım. 2 və 1 zincirim, 2 zincirim, bu da 3. Belə bir görüntü. Sonra mən sizə izah edeyim. Baxın, burada 20 ədəd hördük. 1, 2, 3, 4, 5. 4, 5 yox, 4-cüdən batırıq. Çünki hər dəniz ulduzunun bu əlinə bizə 4 dənə ilmək lazımdır. 1, 2, 3, 4 dənə. Baxın belə. 20-dən az eləsəz,
ulduzunuzun birinin qolu daha balaca olacaq. Məsəl üçün çatmayacaq da. Məsəl üçün siz 15 ədəd hörsəz bundan olmayacaq. Çünki burada hərəsinin öz sayı var. Məsəl üçün 1, 2, 3, 4 dənə birinin, 1, 2, 3, 4 dənə birinin, 1, 2, 3, 4 dənə birinin, 4 dənə də birinin olmalıdır ki, 5 dənə əlimiz olsun. Təzədən yenə həmin qaydayla 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 zincir çəkəndən sonra 1, 2, ikisini buraxıb üçüncüdən təzədən yenə batırıq. 2 zincirimizdən bir ədəd çıxardırıq. Təzədən yenə 2 zincirdən bir çıxardırıq. Doluyub 3 zəncirdən birini çıxardırıq. Ümid edirəm tam aydın şəkildə görə bilirsiniz. Təzədən yenə 3 zəncirdən bir. Doluyub 3 zəncirdən 2 dənəsini çıxardırıq. 1 və 2. Doluyuruq. 1 və 2. Bir dəfə doladıq təzədən. Hələ bir bax, burada 2 ədəd qalandan sonra biz 3 dənə dolamalıyıq. 1 və 2. 1, 2 və 3. 1, 2, 1, 2, 3. 1, 2, 3, 4-cüdən batırıq. Burada sıx iğnə eləməlisiniz ki, orada yaxşı otursun. Baxın. Belə bir görüntü olmalıdır. Təzədən yenə. Ümid edirəm tam aydın oldu sizə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 zincir çəkdim. Onun ikisindən buraxıb üçüncüdən batıram. Sizə aydın oldu, ümid edirəm. Baxın. Bu ikisi iki qolu da tamamlayaq və gələk. Tamamladım. Dəniz ulduzumuz hazırdır. Görüntüsü budur. Siz bundan 2 ədəd edib üstünə yapışdırıb daha da bərk edə bilərsiniz. Baxın. İndi biz bunu qulp düzəltməliyik. Siz toxuduqdan sonra bunu buradan kəsmirsiniz və 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. 30 ədəd məncə bəs edər. Siz istəsəz daha uzun və yaxud daha qısa edə bilərsiniz. Gördüyünüz kimi açıq qalan iplərimizi kəsəcəyik. Bunu üfləsəz daha gözəl görüntü olacaq. Baxın. Bu şəkildə. Əgər videomu bəyəndisə, kanalıma abunə olmağı, videonu bəyənməyi unutmayın. Və nədə çətinlik çəkirsiniz, nəyi toxumaqda çətinlik çəkirsinizsə, videonun altında qeyd edin, mən sizə izahlı video çəkim. Təşəkkür edirəm videonu izlədiyiniz üçün.